TikToker Nərmin canlı yayımda diqqət çəkən fikir səsləndirib. Mən zamanımı pula çevirməyi bilirəm. Bu cümlə sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Bəziləri bunu uğurun sirri kimi qiymətləndirib, bəziləri isə fərqli yanaşıb. Həmin görüntüləri təqdim edirik. Çiç-çiç ağızlarına gələn yazırlar. Az mənim vecimə də deyilir. Kim nə istəyir elə başa düşsün. Görmüsünüz indiyə qədər canlatsın kimlənsə danışım. Elə öz bacım olsun. Az mən zamanımı pula çevirməyi, zamanımı işə həsr eləməyi sevirəm. Kimisə qeybətini eləməyi yox. Yox. Lavanda bağı məndən qəbələdədir. Üzü lavanda bitdi axı. Ay qız, nə danışırsan sən? Bitir uje lavanda. Keçən il mən bu vaxtı gedəndə lavanda qurumuş idi. Yığdılar mənə qurusun verdilər. Çapar çay. Şamaklar da var, lavanda bağı. Geçenli içinde. Yanından keçdim, xoşuma gəlmədi. İstədim saxlayayım maşını. Mərəzədən gəlir. Getmişdim, mən hər il gedirəm lavanda bağına. Bu il getmədim bir dənə. Ama çok geçenli, iyi geçenli. Ne bileyim. Psikopatka. Teşekkürler. Ben şeyler oraya yazıldı. Sen lavanda bağını hara geçmişsin. İyi geçenli, ya geçenli. Bizim evde var ya, biz ekmişiz. Geçenli için. Geçenli değil var. Çok sağ olun. Yo, lazerdən ləkə qalıb. İğnə vurdururam. O da bahalı iğnədir deyənə. Həftədə gedə bilmirəm. 15 gündən bir vurdururam. Mən implant əkdirmişdim 4 dənə. Üstün zirkondan toxutdurmuşdum. 3 implantımdan, 4 implantımdan 3'ü tutdu, biri tutmadı. Mən onu getdim, söktürdüm. Mən dırnaqla quta pişirmirəm ki. Mən iş əlcəyi sübər şeyini quta pişirirəm. Mən əlimlə quta pişirmirəm. Gərək dırnaqlarımı mayadan qırxım, sonra pişirim. Yox. Mən köçəlmirsiniz, yox. Bibiye verim, şimdi yok. Təzə elətdirmişəm dırnaqlarımı.